Məlum olduğu kimi 2025-ci il Green Card qazananlarla bağlı lotereyanın rəsmi saytında nəticələr açıqlanıb. Özbəkistan 2025-ci ilin Green Card lotereyasının qazananlarının sayına görə lider ölkə olub. Mərkəzi Asiya ölkələrindən 5564 nəfərin bəxti gətirib. İkinci yerdə isə 5526 qaliblə Əlcəzair, üçüncü yerdə isə 5519 nəfərlə Rusiya yer alıb. Ümumilikdə 55.000 qalib arasında hər 10-cu şəxs Özbəkistan vətəndaşıdır. Digər ölkələrə gəlincə, ən çox qaliblər sırasında İran, Qırğızistan, Tacikistan, Ermənistan, Qazaxıstan və Gürcüstan da yer alıb. Qeyd eləyək ki, bu il Azərbaycandan 1730 nəfər Amerikada yaşamaq icazəsi verən Green Card lotereyasının qalibi olub. Ən aşağı nəticələr isə Venezuela, Bruney, Vatikan, Marshall və Norfolk adalarında qeydə alınıb. Burada lotereyanın qalibi demək olar ki, olmayıb.